Uşaqlar, bugünkü mövzumuz cümlənin məqsəd və intonasiyaya görə növləridir. Ümumiyyətlə, cümlənin çox növləri var. Məsələn, cümlənin məqsəd və intonasiyaya görə növləri var. Cümlənin tabeli, tabelisi olmaq üzrə 2 növü var. Cümlənin şəxsə görə növləri var. Bugünkü mövzumuz cümlənin məqsəd və intonasiyaya görə növləridir. Məsələn, gündəlik həyatımızda biz söhbət edirik də dostlarımızla, tanışımızla. Salam, necəsən, hara getdin, nə iş gördün? Bunların hamısı bir cümlə növüdür. Hər hansı bir cümləni biz deyərkən bir məqsəd üçün deyirik. Məsələn, sən cavab öyrənmək üçün deyirsən, biri adi bir cümlə işlədər, biri kiməsə xahiş edər, əmr edər. Buna görə də qruplaşdırılır cümlənin 4 növündən istifadə edirik. Birinci cümləmizin növü nəqli cümlədir. Niyə bunu birinci keçirik? Çünki gündəlik həyatımızda ən çox istifadə etdiyimiz cümlə növü nəqli cümlə növüdür. Yaxşı, nəql sözünün mənası uşaqlar danışmaq demək. Nəqli cümlənin sonunda hansı işarədən istifadə edilir? Yalnız nöqtə və ya 3 nöqtədən də istifadə oluna bilər. Adi intonasiya ilə deyilir. Bu nə deməkdir? Sual intonasiyası yoxdur. Nida intonasiyası yoxdur. Yalnız adi. Məsələn, mən evə gedirəm. Xəbərinə baxmaq lazımdır. Bu nə deməkdir? Mən evə gedirəm. Sonunda nöqtə işarəsi qoyulur və xəbərə baxırıq ki, xəbər əmr şəklində olmasın uşaqlar. Baxın, ən çox suallar məhz bu yöndə düşür ki, nəqli cümlənin xəbəri deyil, əmr şəklində ola bilərmi? Qətiyyən ola bilməz. Qısaca, nəqli cümlənin sonunda hansı işarədən istifadə edilir? Nöqtədə. Əmr şəklində olarmı xəbərimiz? Qətiyyən olmaz. Sonra keçirik əmr cümləsinə. Yenə sonunda nöqtə işarəsi qoyulur uşaqlar. Baxın, nəqli cümlədə də nöqtədən istifadə edirik, əmr cümləsində. Müəllim, bəs bunların fərqi nədir? Xəbərə baxırıq. Xəbər əmr şəklindədirsə, əmr cümləsidir. Əmr şəklində deyilsə, nöqtə varsa, nəqli cümlə olur. Fe'li şəkillər var da, bilirik ki, xəbər şəkli, əmr şəkli, arzu, vacib, lazım və şərt şəkli var. Daha çox uşaqlar səhv edir, harada vacib şəklində. Şəkilçisi nə idi? Malı, məli. Məsələn, deyir, sən getməlisən. Getməlisən. Nöqtə qoyur. Bir də sən dərsi danış. Hansının xəbəri əmr şəklindədir? Deyirsin, müəllim, ikinci. Sən dərsi danış əmr şəklindədir. Bəs deyirsin, müəllim, sən getməlisən. Əmr kimi çıxır axı? Xeyr. Burada qrammatik göstəricimiz var uşaqlar. Malı, məli, vacib şəklidir. Baxın, vacib. Əmr şəklinin xəbəri nə olmalıdır? Əmr şəklində olmalıdır. Qısaca, malı, məli ilə düzələn sözlərimiz əmr şəklində deyil və əmr cümləsi yaratmır. Başa düşdükmü? Məsələn, sual verəcəm ki, nəqli cümlə ilə əmr cümləsinin hər ikisində nöqtə işarəsindən istifadə edirik. Düzdür? Bəs fərq nədir? Deyirsə mənim, biz xəbərə baxırıq. Xəbər əmr şəklindədirsə islah, əmr cümləsidir. Xəbər əmr şəklində deyilsə və nöqtə varsa, nəqli cümlədir. Bəs keçirik sual cümləsinə. Sual cümləsinin sonunda sual işarəsindən istifadə edilir. Hər hansı bir cavab almaq məqsədi ilə və ya sual vermək məqsədi ilə istifadə edirik. 3 yolla yaranar. 1. Sual intonasiyası. Deyərsin, mənim, sual intonasiyası nədir? Məsələn, deyirəm, bax, bu işarə var ya, işarə. Sual işarəsi varsa, sual intonasiyası vardır demək. Haraya? Haraya gedirsən? Sual işarəsi. Deyir ki, bu cümlə hansı yolla yaranmışdır? Baxırsan ki, sual işarəsi varmı? Var. Sual işarəsi varsa, sual intonasiyası. 1. Haraya nədir? Sual əvəzliyi. Həm sual əvəzliyin köməyinə yaranır, həm də sual intonasiyasının köməyinə. Bir də bəs, məgər, yəni, mı, ki. Sual ədatlarının köməklə də yarana bilər. Sonra, keçirik nida cümləsi. Sonunda mütləq hansı işarə olmalıdır? Nida işarəsi olmalıdır. Nida işarəsi yoxdursa və tərkibində yalnız nida varsa, işarə yoxdursa, nida cümləsi olmaz uşaqlar. Yəni, nida cümləsinin olması üçün bizə mütləq lazımdır nə? Nida işarəsinin olması. Sən dərsi danış. Nöqtə varsa, danış əmr şəklindədirsə, əmrdir. Nida eləsək, oldu nida cümləsi. Başa düşdükmü? Qısaca, səndən soruşur ki, nida cümləsini tap. İşarə axtarırsan.
Yəni xəbər əmr şəklindədir, xəbər vacib şəklindədir. Bunun sənə heç bir aidiyyəti yoxdur. Yalnız nəyə baxır uşaqlar? Nida işarəsinə baxırsın. Hansı yollarla yaranır uşaqlar? İki yolla yaranır. Bir, nidaların köməyi ilə. Yasmin, nida nədir? Yadınıza gəlirsə biz köməkçi hissələrində keçmişdik nida. Düzdür? Həmin o din nidalardır. Çağırış nidası var idi. Deyirdim, ey, bura bax. Məsələn, yazarlar. Nidanın köməyi ilə yaranır. Düzdür? Nöqtə qoysam, bax, əmr şəklində nə olacaq? Əmr cümləsi olacaq. Nida işarəsi qoysam, nida cümləsi olur. Əslən. Məsələn, ey, bura bax yazır, nida işarəsi qoyulur. Nöqtə işarəsi qoyulur. Baxırsan ki, bu biraz yüksək həyəcanla deyilir. Bu zaman işarəyə baxır. Nida işarəsi isə nida cümləsidir. Əmr şəklindədir və nöqtə varsa, əmr cümləsi olur. Ən çox qarışdırılan ikisi nəqli ilə əmr uşaqlar, bir də nida cümləsindən əmr cümləsidir. Niyə? Çünki əmr cümləsi və nəqli cümlənin hər ikisində nöqtə var. Bu zaman sən xəbərə baxacaqsan, xəbər əmr şəklindədirsə əmr cümləsi. Əmr şəklində yox. Digər bütün hallarda olacaq nəqli cümlə. Bir də nida ilə əmr qarışdırılır. Bu zaman da işarəyə baxacaqsan. Nöqtədirsə əmr şəklindədir. Nida işarəsi isə nida cümləsidir. Bəs cümləmizin neçə növü uşaqlar? 4 növündən istifadə olunur. Salam filan, çox sağ olun. Dərsimiz bu qədər. Sualı olan var mı? Yox. Hələlik. Bilirdim iPhone neyim,